Və Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi ki, insanlara dinlərini öyrətsin. Fəhuvə xatəmul ənbiyəi və imamuhum və afdaluhum. Və Muhammed ibn Abdillah aleyhissalatu vəssələm Peyğəmbərlərin sonuncusu, onların imamı və onların ən əfsəlidir. Fəmən ataə hədər rasul və istəqamə alə dinihi fələhul cənnə. Kim bu Peyğəmbərə tabi olarsa, itaat edərsə, onun dini üzərində olarsa, cənnətə daxil olar. وَمَنْ عَصَى هَذَا الرَّسُولَ وَحَادَ عَنْ دِينِهِ فَلَهُ النَّارِ. Və həmçinin kim bu Peyğəmbərə asi olarsa və onun dinindən boyun qaçırarsa, onun da varid olacağı yer oddur. Necə ki Allah Teala Quran-ı Kərimdə buyurdu biraz öncə keçən ayədə: "İnna arsalna ileykum rasulan şahidan aleykum." Həqiqətən biz sizin üzərinizə şahid olan bir Peyğəmbər göndərdik. Yəni bi'amalikumulləti şəhədəhə. Yəni sizin etdiyiniz əməllərə şahiddir. Kəmə ərsəlnə ilə Firavunə rasulə. Necə ki biz sizdən əvvəl Firavuna da elçi göndərdik. Fəhuvə mursalun aleyhissalatu vəssələm. Və Musa Peyğəmbər idi, Firavuna göndərilən. Fəasa Firavunur rasulə fəəxadnəhu əxzən vəbilə. Və deyir ki, Firavun özünə göndərilən Peyğəmbərə asi oldu və biz də onu ağrıdıcı bir əzabla yaxaladıq. Əy əxadnə Firavunə əxzən vəbilən fid-dunya bil-qarqi və fil-əxirəti bin-nar. Yəni biz onu, yəni Firavunu dünyada ikən dənizə batırmaqla və həmçinin axirətdə də şiddətli əzabla onu yaxaladıq.